rəqabət kifayət qədər yüksəkdir. Hamısı bir ixtisası seçə bilər. İş imkanları biraz məhduddur. Əksəriyyəti bu iki xarici dili bilir. Bu ona üstünlük verir. Mən Elmir Bədəlov, hal-hazırda Xəzər Universitetində Beynəlxalq Münasibətlər üzrə sonuncu kurs doktorantam. Bakalavr təhsilimi, daha sonra magistr təhsilimi beynəlxalq münasibətlər sahəsi üzrə almışam. Özümü mən siyasi analitik təhsil mütəxəssisi kimi təqdim edərdim. Çünki 6-7 il ərzində təhsil sahəsində işləmişəm. Əvvəl Qərbi Kaspiyum Universitetində müəllim kimi, daha sonra Qərbi Kaspiyum Universitetində Qayyumlar Şurası sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri kimi, daha sonra Təhsil Nazirliyində bir təcrübəm olub. Daha sonra artıq son 5 ildə demək olar ki, Böyük Britaniyanın Chevening təqaüd proqramının Azərbaycan üzrə koordinatoruyam. Bu qədər. Beynəlxalq münasibətlər sahəsini niyə seçdiniz və bu yola necə başladınız? Beynəlxalq münasibətlər sahəsinə niyə maraq göstərdim? Böyüyərkən evimizdə televizorda yalnız 1-2 kanal vardı. Həmin kanallarda daha çox xəbərlər, verilişlər göstərdi. Beynəlxalq münasibətlərə marağım dövlətlərarası münasibətlərə olan marağımdan irəli gəlir. Dövlətlər necə bir-birləri ilə münasibətlər qururlar, daha sonra səyahət etmək istəyimlə bağlı gəlir mənim beynəlxalq münasibətlərə marağım və son olaraq da futbol deyərdim. Çünki futbol beynəlxalq bir oyundur. Həmişə bu oyunları izləməyə çalışmışam və izləmişəm də. Yəni beynəlxalq oyunları izləyəndə həmişə ağlıma gəlirdi ki, bu oyunlar necə təşkil olunur, hansı formada yarışlar, turnirlər meydana gəlir. Belə deyim, beynəlxalq münasibətlərə marağımın səbəbi bunlar. Bu ixtisası seçmək istəyənlər hansı şəxsi keyfiyyətlərə sahib olmalıdır? Şəxsi keyfiyyətləri məsələsində mən deyərdim ki, hər kəs müraciət edə bilər bu ixtisasa. Çünki 17 yaşlı, 18 yaşlı uşaqlar, yəni abituriyentlər demək olar ki, hamısı enerjili, ambisiyalı olurlar. Hamısı bu ixtisası seçə bilər. Amma hansı ilkin, belə deyim, bacarıqların olması kömək edərdi həmin tələbələrə, abituriyentlərə? Dil biliklərinin olması. Məsələn, bir şəxs artıq 17-18 yaşı varsa, bir neçə dil bilirsə, rus dili, ingilis dili, fransız, ispan və yaxud alman dilini bilirsə, bu ona üstünlük verir. Məsələn, istər diplomatik xidmətdə işləmək istəyirsə gələcəkdə və yaxud akademik fəaliyyətlə məşğul olmaq istəyirsə, QT sektorunda və s. sektorlarda işləmək istəyirsə, əlavə dil biliyinin olması onun üçün demək faydalı olardı. Digər bacarıqlara gəldikcə isə müəyyən yumşaq bacarıqlar var. Məsələn, şəbəkələşmə qabiliyyəti. Bir insan yeni insanlarla tanış olmaq onun üçün rahatdırsa, əlaqələr qura bilirsə, yeni dostlar qazana bilirsə, bu da beynəlxalq münasibətlər ixtisasını seçən biri üçün çox müsbət və pozitiv bir keyfiyyətdir. Çünki o şəxs hansı sektorda işləməsindən asılı olmayaraq gələcəkdə yeni əlaqələr qura bilər və bu onun işlədiyi şirkətə və dövlətə işləyirsə, işlədiyi quruma böyük faydalar gətirə bilər. Bu ixtisasda təhsil alan tələbələr hansı dilləri bilsələr, bu onlar üçün üstünlük olar? Azərbaycan reallığında rus dili və ingilis dilini bilmək artıq üstünlük deyil. Demək olar ki, beynəlxalq münasibətləri bitirən Azərbaycanda hal-hazırda yaşayan məzunların əksəriyyəti bu iki xarici dili bilir. Türk dilini saymıram, çünki Azərbaycan vətəndaşları türk dilini akademik yox, daha çox danışıq dili səviyyəsində bilirlər. Hansı dili bilmək üstünlüyü olardı? Məsələn, alman dilini bilmək üstünlüyü olardı. Alman dilində danışan bir neçə dövlət var. Avstriya var, Almaniya var. Fransız dilini bilmək üstünlüyü olardı. Afrikanın böyük bir hissəsi fransız dilində danışır. İspaniya, demək olar ki, Cənubi Amerika, Latin Amerika, İspaniya və bir çox Mərkəzi Amerika dövlətlərində ispan dili dövlət dili idi. Yəni bu üç dili mən fərqləndirərdim. Yəni rus dili və ingilis dilini bilmək artıq bazadır. Yəni bu dil mütləq bilməlidir beynəlxalq münasibətlər sahəsi üzrə karyera qurmaq istəyən. Amma o iki dilə əlavə olaraq ispan, alman, fransız, hal-hazırda Çin dili də populyarlaşmağa başlayır. Çin dilini bilmək də üstünlüdür. Amma nəzərə alsaq ki, Azərbaycanda nə qədər Çin dili müəllimi var, tələb və təklif nəzərə alaraq alman, fransız və ispanı deyərdim. Bu üç dil heç vaxt aktuallığını itirməyəcək. Azərbaycanda beynəlxalq münasibətlər ixtisası üzrə ən yaxşı universitetlər hansılardır? Adam Universitetini mən demək ilk plana gətirərdim. Çünki Adam Universitetində xarici diplomatlar üçün tez-tez kurslar təşkil olunur. Orada təhsil alan tələbələr üçün tez-tez yüksək çinli diplomatlarla görüşlər təşkil olunur. Xarici dil öyrənmə imkanları çoxdur. Tələbələr üçün xarici universitetlərdə mübadilə proqramlarında iştirak üçün böyük imkanlar var. Həmçinin də universitetin özündə dərs deyən müəllimlər arasında da keçmiş diplomatlar, keçmiş dövlət xadimləri çalışır. Bəziləri beynəlxalq
təcrübəyə malikdir. Daha sonra mən qeyd eləyərdim Azərbaycan Dövlət İdarəçiliyi Akademiyasını. Orada rəqabət hər zaman yüksəkdir beynəlxalq münasibətlər ixtisası üzrə qəbulda. Oranın da bir ənənəsi var. Orada da dərs deyən professorlar arasında millət vəkilləri var, siyasi elmlər doktorları var, keçmiş dövlət xadimləri var. Daha sonra Bakı Dövlət Universitetini qeyd eləyərdim. Bakı Dövlət Universitetində də bir beynəlxalq münasibətlər ənənəsi var. Orada da dərs deyən müəllimlər arasında dövlət xadimləri, millət vəkilləri, hal-hazırda diplomatik fəaliyyətlə məşğul olan şəxslər var. Və son olaraq da özəl universitetlər arasında Xəzər Universitetini qeyd edərdim. Xəzər Universitetində də bir çox mübadilə proqramları var ki, beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr həmin mübadilə proqramlarından yararlanıb təhsillərini xaricdə davam edə bilərlər. Həmçinin orada da xarici dil öyrənmə imkanları var. Məsələn, orada Konfutsi mərkəzi var, Çin dilini öyrənmək üçün imkanlar təqdim edə bilər tələbələrə. Yəni bu 4 universiteti qeyd etmək istəyərdim. Bu ixtisas üzrə xaricdə təhsil almağı planlaşdıran tələbələr hansı addımları atmalıdırlar? Xaricdə magistratura təhsil almaq istəyən bir tələbə ilk öncə öz dil biliklərinin üzərində işləməlidir. Məsələn, İngilis universitetlərinə, Amerikan və yaxud digər Avropa universitetlərinə hazırlaşırsa, ilk öncə IELTS imtahanına hazırlaşmalıdır. Çünki demək olar ki, bütün Avropa universitetləri əgər öz orta təhsilini ingilis dilində almamısansa, səndən dil sertifikatı tələb edirlər. Yəni bu dil sertifikatı məsələsini həll etmək lazımdır ilk öncə, çünki bu təməl müraciət vasitələrindən biridir. Yəni bu mütləq olmalıdır. Bu məsələdə güzəşt çox nadir hallarda olur və reputasiyası güclü, yaxşı vəziyyətdə olan universitetlər bu məsələdə geri addım atmırlar. Düzdür, bəzi universitetlər artıq başlayıblar Duolingonu qəbul etməyə. Belə deyim, yəni dil məsələsinə fokuslansınlar, ingilis dilinin üzərində işləsinlər. İkinci bir məsələ, belə deyim, yazmaq qabiliyyəti formalaşmalıdır həmin şəxslərdə. Çünki xarici universitetlərdə, xüsusilə də beynəlxalq münasibətlər sahəsi olan universitetlərdə tədqiqat araşdırmaları istənilir tələbələrdən. Tədqiqat işləri istənilir. Təqdimatlar istənilir. Təqdimatların, tədqiqat işlərinin hazırlanması üçün həmin şəxslərdə bəsit tədqiqat vərdişləri artıq formalaşmalıdır. Xüsusilə də yaxşı yazı qabiliyyəti olmalıdır. Özü də ingilis dilində yazı qabiliyyəti. Əgər bu yazı qabiliyyəti olmasa, tələbə magistr və yaxud doktorantura təhsilini başlayanda müəyyən çətinliklərlə üzləşə bilər. Yaxşı olardı ki, onu indidən hazırlaşsınlar, bilsinlər ki, essay necə yazılır, tədqiqat işi necə yazılır, magistr dissertasiyası necə yazılır, hansı formada yazılır, hansı mənbələrdən istifadə etmək olar, hansı mənbələrdən istifadə etməmək olmaz və son olaraq da yəni özləri üçün hədəf müəyyənləşdirsinlər. Nəyə görə xaricdə magistr təhsil almaq istəyirlər? Yəni bəzi tələbələr var ki, xaricdə magistr təhsil almaq səbəbləri sırf həmin ölkədə yaşayım, daha sonra orada qalım. Yəni təhsilimi bitirdikdən sonra orada qalım. Bəziləri isə fikirləşirlər ki, mən orada təhsilimi bitirib Azərbaycana qayıdacağam və bu sahə üzrə öz fəaliyyətimi davam etdirib ölkəmə xeyir verməyə çalışacağam. Yəni hədəflərini müəyyənləşdirsinlər, nəyə görə xaricdə təhsil vacibdir. Çünki bəzi magistr proqramları var. Biz bayaq ADA Universitetini qeyd elədik və digər universitetləri. Onların kifayət qədər çox yaxşı magistr proqramları var beynəlxalq münasibətlər sahəsi üzrə və həmin proqramlar ingilis dilində tədris olunur, təqdim olunur tələbələrə. Təhsil almaqdırsa məqsəd, proqramları araşdırmaq çox vacibdir. Məsələn, mənim seçmək istədiyim universitetin Azərbaycanda filan universitetdən üstünlüyü nədir? Yəni o kurikulumda nə var ki, mən onu sırf ora gedib öyrənmək istəyirəm? Və yaxud mən öz dil biliyimi inkişaf etdirmək üçünmü gedib məsələn hansısa bir Avropa ölkəsində təhsil almaq istəyirəm. Yəni nə istədiklərini müəyyənləşdirsinlər. Bu çox vacibdir. Çünki nə istədiyini müəyyənləşdirməyəndən sonra insan magistr təhsilini və ya doktorantura təhsilini bitirəndən sonra müəyyən bir özünə sual verə bilər ki, mən nə qazandım, nə itirdim? Yəni istədiyini müəyyənləşdirmək çox vacibdir. Tələbəlik illərində mütləq edilməli hesab etdiyiniz şeylər nələrdir? Tələbəlik illərində mütləq edilməli olan birincisi mənə görə şəbəkələşmədir. Yəni hər kəs aşağı-yuxarı eyni təhsil, eyni diplomu alır və bir insanın nə qədər uğur qazanacağı onun qurduğu şəbəkədən, tanıdığı insanlardan asılıdır. Yəni şəbəkələşmə çox vacib. İnsanlar özləri üçün müəyyənləşdirsinlər ki, məsələn mən universitetdən məzun olduqdan sonra hansı sahədə işləmək istəyirəm və həmin sahə üzrə çalışan insanlarla artıq əlaqələr qurmağa başlasınlar. Məsələn, beynəlxalq münasibətlər sahəsi üzrə mən akademik fəaliyyətlə məşğul olmaq istəyirəm gələcəkdə. Həmin şəxs artıq konfranslara müraciət etməlidir, tədqiqat materialları göndərməlidir, məqalələr çap etməlidir ki, gələcəkdə bu sahədə işləməyə başlasa, onun artıq adı
həmin belə deyim, şəbəkə tərəfindən tanınır. Həmin insanlar artıq onu tanıyırlar. Şəbəkələşmə mənə görə ən vacibdir tələbəlik illərində. İkincisi çoxlu kitab oxumaqdır. Yəni bu kitablar təkcə akademik kitablar yox. Məsələn, klassik bədii ədəbiyyat nümunələri var. Azərbaycan və beynəlxalq ədəbiyyatdan söhbət gedir. Çünki insan məzun olduqdan sonra kitab oxumağa demək olar ki, vaxt ayıra bilmir. Daha çox işə vaxt ayırırsan və oxumaq istədiyin kitabı bəzən bir aya, bəzən daha çox vaxta bitirirsən. Məzuniyyətdə deyilsənsə. Yəni kitab oxumaq məsələsi çox vacibdir. Yəni müəyyənləşdirsinlər, bir siyahı hazırlasınlar ki, tutaq ki, hansı klassik ədəbiyyat nümunələri var ki, onu bir insan bilməlidir. Çünki beynəlxalq münasibətlər sahəsi elədir ki, yəni bir insan bir diplomatik fəaliyyətlə, siyasi fəaliyyətlə və ya tərcümə fəaliyyəti ilə, eyni zamanda idman fəaliyyəti ilə məşğul olsa belə xaricdə görüşkü adamlarla hansısa mövzu ətrafında danışmalıdır və bu mövzu bəzən kitablar olur, bəzən filmlər olur. Yəni kitablardan sonra filmləri də məsləhət görərdim ki, klassik filmlərə baxmaq çox vacibdir. Yəni belə deyim, Oskar mükafatına layiq görülmüş filmlər və yaxud hazırda trenddə olan seriallar, insanın dünya görüşü artır. Mövzuları müəyyənləşdir özü üçün. Tutaq ki, Qərbdə əsas mövzu nədir, Şərqdə əsas mövzu nədir, insanlar nə ilə bağlı filmlər çəkirlər və sonra da dil bilikləri möhkəmlənir. Yəni bir filmə baxanda xarici dildə sizin həmin dili eşitmə qabiliyyətiniz artır, bilmədiyiniz sözləri bəzən özünüz üçün çıxardırsınız və son olaraq da qeyd eləmək istəyərdim ki, tələbə nəyi eləsə yaxşı olardı. Tələbə çalışsın ki, yəni təkcə dərsləri keçmək yox, yaxşı qiymət almağa çalışsın. Məsələn, bir tələbə bakalavr təhsil alırsa, fikirləşməsin ki, mən bu dərsdən keçdim, bitdi. Nəyə görə? Çünki sabah xarici universitetlərə müraciət edəndə ortalama bal istəyirlər tələbədən. Yəni birinci kursda uşaqlar, yəni abituriyent vaxtından demək, çox gərgin hazırlıq dövrü keçirlər və birinci kursda göstəriciləri o qədər də yaxşı olmur. Və bu sonda onlar üçün problemlər yaradır. Məsələn, ikinci, üçüncü, dördüncü kursda yaxşı oxusa belə birinci kursda aldığı zəif qiymətlər onların ümumi ortalamasına təsir eləyir. Yəni, yaxşı qiymət alması gələcəkdə xaricdə yaxşı magistr təhsil alması, xaricdə təqaüd imkanı qazanmasına səbəb ola bilər. Ona görə yəni yaxşı qiymətlər almaq vacibdir. Son olaraq beynəlxalq münasibətlər ixtisasını seçmək istəyən abituriyentlərə nə demək istərdiniz? Tövsiyəm o olardı ki, nə istədiyinizi müəyyənləşdirin. Beynəlxalq münasibətlər sahəsini bitirib nə olmaq istəyirsiniz? Əgər bilmirsinizsə, amma macəra axtarışınızdasınızsa, beynəlxalq münasibətlər ixtisası doğru sahədir. Çünki burada hər şey spontan baş verir. Daim yeni imkanlar təqdim olunur beynəlxalq münasibətlər sahəsində. Bu təcrübə imkanlarıdır, konfranslarda iştirakdır, beynəlxalq proqramlarda iştirakdır, təhsil imkanlarıdır, iş imkanlarıdır. Yəni bu sahədə kifayət qədər imkanlar çoxdur. Xüsusilə də təhsil və demək akademik sahədə iş imkanları biraz məhduddur. Rəqabət kifayət qədər yüksəkdir. Yəni o rəqabətə hazır olmaq üçün bayaq dediyimiz kimi, yəni xarici dilləri öyrənin, yeni insanlarla tanış olun, xarici proqramlarda iştirak etməyə çalışın, boş durmayın. Azərbaycanda hansısa beynəlxalq tədbir təşkil olunursa, mütləq orada çalışın ki, könüllü kimi iştirak edəsiniz, təcrübəçi kimi iştirak edəsiniz, yeni insanlarla tanış olasınız, öz dil qabiliyyətinizi demək mükəmməlləşdirməyə çalışın. İngilis dilində conversation clublara getməyə çalışın. İngilis və rus dilini bilirsinizsə, yeni xarici dil öyrənməyə çalışın. Yəni mütləq deyil siz hansısa bir kursa gedəsiniz, həmin dili öyrənmək üçün Duolingo vasitəsilə öyrənə bilərsiniz bunu. YouTube-da kifayət qədər resurslar var, film izləyə bilərsiniz və s. Bunu etsəniz yaxşı olardı və bir də yəni beynəlxalq münasibətlər sahəsi kifayət qədər imkanlar təqdim etdiyi üçün bir o qədər də qeyri-müəyyən bir sahədir. Yəni beynəlxalq münasibətlərdə konkret ixtisaslaşma yoxdur. Bu ixtisası bitirib siz demək olar ki, istənilən sahə üzrə işləyə bilərsiniz. Yəni bu sizi qorxutmasın ki, bu qeyri-müəyyənlik məni hara götürəcək. Yəni onu da nəzərə alın ki, siz daima özünüzlə dialoq halında olacaqsınız ki, mən nə olmaq istəyirəm, harda oxumaq istəyirəm, harda işləmək istəyirəm. Sizə yeni layihənizdə uğurlar arzulamaq istəyirəm. Belə fərqli bir layihədir. İlk dəfədir belə bir layihə görürəm ki, abituriyentlərə ixtisaslarla bağlı konkret demək məsləhətlər verilir. Mən də özümü, yəni auditoriyanın yerinə qoyub bu məsləhətləri verdim. Nəyi etsəniz, nəyi etməsəniz yaxşı olardı və sizə təşəkkür etmək istəyirəm. Kifayət qədər uğurlu bir layihə olacağından şübhəm yoxdur və faydalı olacağından şübhəm yoxdur. Uğurlar.